İlk öncə birinci Abbasa qədərki səbəblər hissəsi haqqında bir qədər suallar edəcəyik. Sonra yeni dərsimizin izahını davam edəcəyik. Diqqətli şəkildə yalnız əllər qalxır, kimə istiqamət verilirsə o cavab verir. Başlayaq, sual deyir, deməli, şeyxlik dövründə İsmailin Ərzincan qurultayı neçənci ildə idi? 1500-cü ildə Ərzincan qurultayında İsmailin qarşısında 3 hədəf istiqaməti var idi. Söhbət? Əvvəl 3 istiqamət, bəli. İsmail düşünürdü ki, ən zəifi hansıdır? Fərruq Yasar. Fərruq Yasarın hamanın hakimidir? Belə bir sual versəm, Şeyx İsmailin ata və babalarında Şirvanşahlarla bağlı hansı problemləri görmüşdük biz? Şeyx İsmailin atası və babası Şirvanşahlarla bağlı bizə bir əlaqə qura bilərik. Afərin. Geçənək kim öldürülmüşdü? Babası. Şeyx Cüneyd. Bəs sonra növbəti döyüş? Şeyx Heydər öldürür, Şah neçənci? Afərin, 1488. Yaxşı, İsmail hücum etdi Fərruq Yasarın üzərinə. Neçənci il hansı döyüşə çıxdılar? Neçənci il? 1500 Fərruq Yasar öldürüldü, Şamaxını tutdu. Amma biz bilirik ki, 1192 hansı hadisədir? Zəlzələ baş verir. Zəlzələdən sonra mərkəz Bakıya götürülür. Deməli, Şirvanşahların xəzinəsi hardadır? Bakıdadır. Bakı neçəndə tutulur? 1501. İsmail Bakıdan hansı qalanın mühasirəsinə qayıdır? Gülüstan qalasının mühasirəsindəykən İsmailə kimin məktubu gəlir? Əlvət Mirzə İsmaildən nə istəyirdi? Bəli, deyir ki, Şirvan ərazisində qal, geri qalanına toxunma. İsmail nə deyir orada? Bütün Azərbaycan istəyirəm və Əlvət Mirzə ilə döyüş neçəndə hansı döyüşlə söhbət gedir? 1501 Şərabda nəyə son qoyuldu? Birinci qolu, afərin. Bundan sonra İsmail hansı şəhərləşidir? 1501 Təbriz, afərin. Və Təbrizdən sonraki dövrə nə deyirik? Şah İsmail. Yəni artıq şeyxlik dövrü bizdir, şahlıq dövrünə. Şah İsmail 1501-24. Aha, şahlıq dövründə buyurun görək, deməli İsmail Alboyların ikinci qolu. Neçənci il hansı döyüş? 1503 Alma Bulağı. Alma Bulağı, bəli. Deməli dedik ki, oradan Alma Bulağında Ərəb İraqı tərəfdən Fərat çayına qədər gəldi. Bəs yaxşı, İsmailin ilk dövründə Osmanlı ilə münasibət necə idi? İkinci bəyəsindən yaxşı. İkinci bəyəsindən tutumu nə idi? Bəli. Bəli. Azərbaycanın hansı əraziləri birinci İsmaildən asılı idi? Bəli, Şəki Şirvan zonası. 1510-cu ildə hansı əraziləri asılı saldı? Hər döyüşünə görə... Ondan əvvəl, onu ayrıca deyəcəm. Şimaldan. Dərbəndlə Dağıstan. Afərin, Dərbənd və Dağıstan. 1510-cu il İsmail özünü kimin davamçısı hesab edirdi? Uzun Həsənin tarixi, istədiyi yenilik hansı idi? Avropadan modlu silah əldə etmək üçün İsmail hansı addım atır? Portugallara neçənci il haranı? 1510 Hörmüzü, bəli. 1510-cu il növbəti səfər, baxın, kimlə döyüşəcək? Şərqi artır. Şeybanilərlə. Şeybanilər qısa müddət əvvəl hansı dövlətin, hansı ki İsmail ondan münasibəti yaxşı idi? Teymuri birləşikdir. Bəli, Şeybanilər neçəndə hansı döyüşdə məğlub edildi? 1510 Mərv döyüşündə məğlub edildi və oradan da gedib çatdı Amudərya çayına qədər Xorasanı tutdu. Aha, bəs yaxşı, Osmanlıda hansı hakimiyyət dəyişikliyi oldu? Kim gəldi? Səlim gəldi. Sultan Səlimin dövründə Səlimin ilə münasibət pisləşdi. Ədirnə qurultayı Səlim müqavillər bağladı Avropanın diqqəti İsmailə söndərdi. Neçənci hansı döyüş? 1514 Çaldıran. Çaldıran döyüşündə Anadolunun şərqində bir sıra əraziləri tutdu Səlim və 1524-ə qədər gələcək İsmail. Yaxşı, mədəniyyət hissəsi buyurun. İsmail torpaq mülkiyyət formasında hansı dəyişiklik etmişdi? Afərin, soyqalı tüyulan əvəz etmişdi. Nə idi soyqalı tüyulun fərqi? Soyqalı ilk keçirdi, amma tüyul şartlarından sonra. Əmrə ilişdirilirdi, şərti torpaq mülkiyyəti idi. Yaxşı, başqa, İsmailin dövründə hansı mədəniyyət abidəmiz bərpa olunub? Maraqə rəsmansı. Bəs İsmailin dövründə Xorasandan ev gətirib, gelişli kitabxana asılmışdı, xatırlayır mı? Kəmaləddin Behzad kitabxana rəhbəri. İsmaili kim əvəz etdi? Bəli, birinci Təhmasibin dövründə deyil, yaşı az idi. Yaşı az olduğu üçün mübarizə başladı, bəli. Yaxşı, birinci Təhmasibin bir müddət sonra şərq tərəfdən kimlə mübarizəyə başlayır? Onu demirəm, bax, Süleyman niyə hücum edəcək? Çünki Xorasanda özbəşlərlə mübarizə aparırdı. Bunu xəbər tutan, qanuni Avropa ilə müqavilə bağlayıb hücum edir. Hansı şəhəri tutur? Təbriz. Təbrizdir. Təbrizdən sonra səbəblər harada qarşısını alır onun?
Həmədan şəhərində bəli qarşısını alır. Həmədandan geri qayıdan, bax birinci yürüşün nəticəsi. Həmədandan geri qayıdan Osmanlılar haranı tutur? Yox, Ərəb İraqını bəli. Və Ərəb İraqından salam ol. İkinci qoşunu verir. Yenidən gəlir. Neçənci ildə ikinci yürüş? 1535. 35-də yenidən altı şəhər tutulur. Təbriz harada dayandırılır? Sultaniyə şəhərində Camal bəy. Bu arkadaşlar burada çıxmaq lazımdır, düzdür? Sultaniye'de dayandırılır, ikinci yürüş. Yaxşı, İsmail'in Azərbaycanın daxili birləşdirməsi. Bayaqlar dedik ki, hansı iki ərazi qalmışdı? Şəki və Şirvan, bəli. Şirvanla bağlı, deyir Şirvanda 2-ci Xəlilullah sonra vəziyyət gərgin idi və Şirvanda qiyam var idi, Şahı göndərdi. Neçənci ildə kimi göndərdi? 1548. Yox, Şirvanşahlarla bağlı. 38-də Əlqas Mirza. Əlqas Mirza, deyir ki, özdə kömək edir. 38-də Şirvanşahlara son qoyulur. Yaxşı, Təmasi bölgənin inzibati cəhətdən nələrə bölmüşdür? İlk öncə neçə bəylər bəyliş var idi? İlk. 4 Yox, ilk öncə. 2 dənə, hansılar? Qarabağdan Təbriz, Qarabağın mərkəzi Gəncə. Üçüncü bəylər bəylik hansı oldu? Şirvan, Şamaxı mərkəzindən, değil mi? Bəylər bəylik inzibati cəhətdən nəyə bölünürdü? Mahal. Mahalı kim idarə edir? Mahalı? Naib. Naib. Bəs ondan sonra kənd. Kəndi isə? Kənddə yüzbaşı. Kələntər nə işə baxır? Şəhərin hakimidir. O kələntərin tabi olub vergi işinə nəzər edən kimdir? Darbadır, bəli, əla, qəşəng. Yaxşı, Təmasindən davam edirik. Deməli, 1538-də keçirdik. Yaxşı, Şirvan hakimi, Şirvan bəylər bəyi kim oldu? Əlqas Mirza neçənci il dözmüş şah elan etdi. Hatırlayaq? 47-də. Təmasin onu məğlub edəndə Əlqas Mirza hara qaçdı? Osmanlı sultanı kimdir? Sultan Süleyman. Qanuni nə düşünür ondan bağlı? Hatırlayaq bir dənə. Qanuni nə düşünürdü? Deyir, mən Əlqas Mirzəyə kömək verərəmsə, Qızılbaş əmirləri keçər tərəfindən. Buna görə neçənci yürüş? Üçüncü, neçənci? 1548 üçüncü yürüş. Yenə hara tutuldu? Yenə Təbriz tutuldu. Bu səfər geri qayıdarkən Şahın oğlu İsmail Mirzə onları qovdu. Deməli, haraydı? Hatırlayırsınız mı qalaları? Qarşı əlçəsiniz Ərzuruma qədər qovdu. Yaxşı, Təmasi Osmanlı hücum edəndə ona qarşı hansı taktikadan çıxardı? Yandırılmış torpaq taktikası Azərbaycan tərəfə düşürdü. Təmasi Anadolu tərəfi yandırmaq üçün ki, Osmanlı oradan irəliyə bilməsin. Neçənci il? 1552 il hara qədər Muşa qədər olan ərazini yandırdı. Qanuninin 4-cü yürüşünə baxdı. 1554. 4-cü yürüşdə ilk üstdən fərqli olaraq haranı tuta bilmir. Təbrizi tuta bilmir. Haradan məğlub olur? Buğurtda məğlub olur. Geri qayıdarkən haranı yandırıb çıxır? Naxçıvanı, bəli. Səbəb Osmanlı müharibəsinin birinci mərhələsi hansı döyüşlə başlamışdı? İlk, bəli, 1514 Saldırın döyüşü. Birinci mərhələ neçənci hansı sülhlə bitir? 1555 Amasya sülhünün şərti. Qərbi Gürcüstan tərəfi Osmanlı, Şərqi Gürcüstan tərəfi Şirvan. Ərəb İraqı işində qaldı. Ərəb İraqı Osmanlı. Aferin, Osmanlı. Hər dəfə Osmanlı gələndə hansı şəhəri tuturdu? Təbrizi tuturdu. Təbriz daha yaxın idi, uzaqlaşdırmaq üçün? Aha, 1555 bəli. Təmasinin dövründə mədəniyyətə baxıb bilənə deməli, Təmasinin dövründə bir xalça var idi, adı? Haradadır? Londonda, Victoria'da, Albert. Bəs yaxın Təmasinin deməli, İsmailin babası da, Təmasinin ulu babası. Məzarı haradaydı, ona bir məqbələ düzəltdirir. Hansı? Qusarda, Həzrə kəndində Şeyx Cüneyd. Bir dənə də Təmasinin, bunu arada qeyd etdirməmişdik orada, 1565-də bir vergi islahatı var. Monqollar dövründən gəlmə tamğa vergisi var idi, xatırlayırsınız. Onu ləğv edir və sənətkarlığın ticarətin inkişafına gətirib çıxarır. Yaxşı, Təmasinin ölümü ilə iki oğul arasında mübarizə. Həbsdə olan oğlu İsmail Mirzə. Ona qarşı mübarizə olan oğlu kim idi? Heydər Mirzə. Kimin tərəfdarları qalib gəldi, həbsdən çıxartdı? İsmailin, bəli. İsmailin hakimiyyətinə aid kiçik cümlələr demişdik. Nə istəyirdi İsmail? Mərkəzləşdirmək. Dövləti gücləndirmək. Bunu soruşmadım. Təmasibə qədər demişik ki, nə ağ boyunlu, nə qara boyunlu, nə İsmailin dövründə mərkəzləşmiş dövlət yox idi. Çünki Şəki və Şamaxı tutulmamışdı. Neçənci ildə Şəkini kim tabi etdi? 1551 Təmasib.
Dərviş Məhəmmədi devirdi, Doygun bəy Qazalı da hakim təyin etdi. İsmail Mirdə Məhsullar hakimiyyəti düzləndirmək istəyir, Qızılbaş əmirlərinin müdaxiləsinə imkan vermək istəmir, bir də dini ayrı seçkiliyi aradan qaldırmaq istəyir və öldürüldü. Yerinə kim keçdi? Əl qaldırırıq. Məhəmməd Xudabəndə. Səfəvilər dövlətində şahdan sonra ikinci şəxs hansı vəzifəni daşıyırdı? Vəkil, şahın dini və dünyəvi işlər üzrə muavini idi. Yaxşı, Məhəmməd Xudabəndə vəkil vəzifəsinə kimi gətirmişdi? Arvadı Məhkülya. Məhkülya dövründə kimlərlə yaxınlıq var idi ki, onlar sarayda dövlət işləri? Fars taciklərlə bəli. Belə bir vaxtda xatırlayırsa demişdik ki, səfəvlərdə harda bir Kürtlərin ayaqlanması. Bura Kürtlərlə birlikdə kim hücum edir? Van hakimi Xosrov və hökümdar 3-cü Murada deyir ki, sən də hücum elə. Mustafa Ələ başını göndərir, hansı döyüş lisensiyim? Aferin? Yox, Çıldır döyüşü. Və Çıldır döyüşündən sonra Kürdən şimalı tuturlar. Nə idi məlumiyyətin səbəbləri? Birlik yox idi. Çox güvən edilər, neçənci də toparlanıb Osmanlı Dərbəndə doğru sıxışdırdılar. Allah əhsən. 1578. Osmanlı hücum edərkən Osmanlı ilə birlikdə kimlər gəlirdi? Qırım türkləri, Adil Cəvər Molla Həsənli getdi. Yaxşı, neçənci ildə səbəblər yenidən qalib gəldi. Hansı döyüş? 3. Miyazabad bəli. Amma səbəblərin birliyi pozuldu. Neçənci ildə Osmanlılar Təbrizə ərə keçirdilər? 1585. Hansı döyüş? Sufyan döyüşü. Uzun Həsənin dövründən Təbrizə olan nə var idi? Qeysəriyyə bazarı var idi, onu da dağıtdılar. Səbəblərin xatırlısınız demişdik ki, vəkilindən sonra ordu başçısı hansı tituluydu? Əmir Ədilman. İndi bu döyüşlərdə səbəblərin ordu başçısı kim idi? Həmzə Mirzə. O suiqəstə məruz qalır və... Yox, Həmzə Mirzə. Və öldürülür. Səbəblərdə hakimiyyət dəyişikliyi olur. Söhbət nədən edir? Şah 1-ci Abbas. 1-ci Abbas baxır ki, ölkənin vəziyyəti son dərəcə pisdir. Deməli, ilk öncə müharibəni dayandırmaq. Neyini? 1590-da 1-ci İstanbul sülhü. 1-ci İstanbul sülhü. Tamam. Baxır bura. Deməli, biz demişdik ki, bax, Xəzər sahilində xəritəni gözümüzün qabağında təxmin edək. Deyək ki, belə, bax, biz Azərbaycanı necə ölkənirik? Şimali Azərbaycan və Cənubi Azərbaycan olaraq, düzdürmü? İndiki təsəvvür etmək ki, Şimali Azərbaycanımızı bu günə ayarlayaq. Və Xəzər sahilində deyək ki, belə bir ərazi, bax, diqqətli oluruq, bu Azərbaycan olsun. Şimal və Cənub olar. Bir də Azərbaycan bildiyimiz kimi ümumiyyətlə, yəni hansı dövlətin tərkibindəyik? Səfəvi dövlətinin tərkibindəyik, düzdürmü? İndi ümumi dövlət olaraq qeyd edək burada Səfəvilər 1501 1736. İndi təxminən kim gəlib mənə İstanbul sülhündə Osmanlıların ələ keçirdiyi ərazini göstərə bilər? Təxmini gözəyər. Görürüm. Nə göstərsin orada? Hansı ərazi Səfəvidədir? Hansı ərazi Osmanlıdır? Ay savab, bəs Osmanlı burada Səfəvidə qalan Azərbaycan ərazisidir. Bəs Osmanlı yerdə qalan Azərbaycan. Deməli, belə işarə edə bilərik ki, bu ərazi təxminən ərəb yaqında sayaraq Osmanlının əlindədir. Düzdür? Əvvəl təşəkkür edirəm. Yaxşı, kim mənə bu ərazi Səfəvinin əlində qalan əraziləri saya bilər? Bir-bir deyək. Bir. Lənkəran. Zəncan. Xalxal. Qaradağ. Qəzvin. Qəzvin və nəhayət əsas şəhərlərin dini və siyasi mərkəzi Ərdəbi. İndi bax, burada nəyə diqqətli olur? Deməli, 3-cü Murad gördüyümüz kimi Azərbaycanın böyük bir qismini tutur. Bu Səfəvilər üçün bir problemdir. Gəlin bu problemə 2 rəqəmini qoyaq. Niyə 2 rəqəmindən başladım buranı? Çünki xronoloji ardığı olaraq yanımızda qalmanızı istəyirəm. Deməli, bax, Səfəvilər bu müharibədə 2 zərbədə vuruşur. Biri bu tərəfdən hücum edən Osmanlı idi. Biri isə digər tərəflərin adətən şərqdən vuruşduğu kimdir? Şeybani, yəni Özbəklər. Deməli, baxın, bu əraziyə Səfəvilərin təxminən bu əraziyə yazaq Xorasan, şərq tərəfə və Xorasana bir işarəsini qoyaq. Sizcə xatırlayaq, Səfəvinin 3 göndəri problemi daha var. O hansı ərazi olar? Portuqallar və Hörmüz. Neçənli də vermiş İsmail? 1510. 10, bəli. Məqsəd nə idi?
Avropadan o birisi var. Gəlin burada belə Hörmüz deyək 3 nömrə deyək. Deməli, Şah 1-ci Abbas hakimiyyətdədir və Şah 1-ci Abbasın 3 dənə ciddi problemi var. Gəlin buradan da belə bir şey eləyək. Bax, Səfəvilərin ilk mərkəzini təxminən burada Urmiya gölünü işarələyək və Səfəvilərin ilk mərkəzi olaraq Quranı qeyd edək. Yəni, Təbriz. Çox tutulduğu üçün ində qalan hissəyə 1555 varaydı Qəzvinə. Düzdür? Tamam. Bax, indi Abbas islahatlar keçirməlidir ki, məqsədinə nail olsun. Bunun üçün fərqli islahatlar keçirib dövləti gücləndirir. Bunun birincisini adlandırırıq ərazi. Deməli, bax, normal olaraq təhlümasib 3 bəylərbəylik var idi, düzdürmü? Cənub bəylərbəyliyi Təbriz, Qarabağ və buradan Kürd sahili göstərsək, Şirvan. Gördüyünüz kimi bu ərazilər itirilib. Deməli, Azərbaycan ərazisi olaraq 1-ci Abbasın əlində kiçik bir ərazi var. Buna görə Şah 1-ci Abbas bu ərazini 1593-cü ildə qısa qeyd edək, Azərbaycan bəylərbəyliyi olaraq qeyd edilir. Və bu Azərbaycan bəylərbəyliyinin normal olaraq da mərkəzi, dini və siyasi mərkəz Ərdəbil. Və buradan Azərbaycan qoşunu adlı xüsusi qoşun da topluyor. İndi bax, Osmanlı ilə sərhəddə baxdığımız zaman, bu zamanda hansı şəhər Osmanlıya yaxındır? Qəzvin. Buna görə Abbas 1598-ci ildə mərkəzi daha içəriyə, yəni İsfahana köçürür. Deməli, Abbasın inzibati islahatı 1598-ci ildə haradır? İsfahandır. İsfahandan əvvəl Yusif mərkəz haraydı? Qəzvin idi. Normal olaraq Qəzvin Türk şəhəridir. İsfahanda farslardır. Qəzvində sarayda Abbas farsı doğru geçsədə hələ də Türk dili, Türk saray, əyan əşrəfi. Bunlar narazılıq edir ki, və sonra fars şəhəridir. Sırf onlar üçün xüsusilə Qəzvində Abbasabad adlı məhəllə saldırır və bunları ora kötürür. Aydın bura kimi. İndi 3 əsas məqsədi var. Bu məqsədlərini yerinə yetirmək üçün Abbasın mütləq güclü nəyi olmalıdır? Ordusu. Deməli, ordunu toparlamalıdır. Bax, biz xatırlayaq, Uzun Həsən dövründə, xüsusilə Teymuri Əbu Səidə qarşı ona kömək edir. Uzun Həsənin qızı evlənib 1470-də Ərdəbil şeyx olan kim idi? Heydər. Şeyx Heydərin dövründə hansı yenilik olmuşdu? Qızılbaş adlanırdı və Səfəvi dövlətinin əsasını, yəni ordunun əsasını, Qızılbaşlılar o edirdi. Amma Şah 1-ci Abbas indi hara doğru meyilləndi? Zaten Məhəmməd Xudabəndə Məhdudiyyə başlamışdı. Fars xali. Deməli, nə deyir? Şah 1-ci Abbasın dövrünə qədər, deməli, dinc dövrdə də Qızılbaşlar hərbiçiydi deyə hər zaman tək başına silah gəzdirə bilərdi. İndi Şah 1-ci Abbas bu qaydanı ləğv etdi ki, Qızılbaşlardan başqası da gəlirsə, niyə belə bir şey olmalı? Deməli, birinci qayda nə imiş? Qızılbaşların tək başına silah gəzdirməsi qaydalarıdır. İndi orduda tək Qızılbaşlar olmayacaqsa, deməli, digər tayfalar da olacaqsa, biz buna nə deyirik? Tayfa müxtəlifliyi prinsipi gətirildi. Yəni, Qızılbaş olmayan tayfalar da artıq nə edirlər? Orduda iştirak edib döyüşə bilər. Bundan sonra bu tarixdə bir sıra misallarına görə deyil. Məsələn, Pyotrun dövründə də mühəmmiqələr yanaşacaq. Tək başına silah gəzdirə, sivil şəkildə gəzdirə. Bəli, sivil şəkildə də bunlar hərbiçi olduğu üçün hər zaman bunlarda silah ola bilir. Zaten döyüş vaxtı silah olması normaldır. 3 nömrə, indi bax, tayfa başçılığında irsilik var idi. Tutaq ki, ata çox yaxşı hərbicidir, oğlu qabiliyyətsizdir. Bu da ordu ya da həmin tayfa Səfəvilər dövləti ümumiyyətlə dirilişdə elat tayfalara, Qaraqoyuna da çəkmişdi. Bu tayfa onun yanında getmək istəmir. Bunun nazirdə biraz daha açacaq bu mövzunu. Neyiniyir? Tayfa başçılığında nəyi ləğv edir? İrsiliyi ləğv edir. Yəni, atadan oğula keçmə deyil də qabiliyyəti olanlar olsun deyə. Aydın nə?
Və indi normal olaraq biz bilirik ki, orta əsrlər, məsələn, Avqonlu, Qaraqonlu, xüsusilə Qaraqonluda xatırlayırsınızsa, xassiyə əskərlər keçmişdik. Yəni, ordu əsasən iki yerə bölünürdü. Bunu 1 və 2. Biri, deməli, hər zaman qoruyan, bu sualı verim. Xüsusilə Səfəvilərin ilk dövrlərində də, Səfəvilər dövlətində şahı qoruyan xüsusi qoşunu xatırlayırıq. Adı nə idi? Hə, odur. Çəlik adlı xüsusi qoşun başçısı, qorusu başı. İndi burada da bir daimi şahı qoruyan qoşun var. 2, nə dövründə? Bəli, müharibə dövründə olan qoşun var. Və burada xüsusilə daimi qoşunu 4 hissəyə bölür. Yenə birinci hissə təbii ki, ordunun əsas gücü nə olar? Qızılbaş. 2. Səfəvilər dövründə bu bir çox dövlətlərdə istifadə edilir. Xüsusilə qeyri-müsəlman, xristiyan, gürcü, asetin, çərkəz, bunlardan uşaq vaxtında onları məğlub edən uşaqları götürüldü. Gətirirdilər sahədə həm İslamı qəbul edirdilər böyüdükcə, həm də onlar xüsusi hərbiçi kimi yetişirdi. Bax, bu qeyri-müsəlmanlarda olan xüsusi hərbçilər nə adlanır? Qulam. 3 nömrə artıq Səfəvilərin özünün nəyi var idi? Topçular. Və 4 nömrə kəndlilərdən ibarət hissə nədir? Tüfəngçidir. İndi Abbas islahatları keçirdimi? Döyüşə hazırdırmı? Başlamaq olarmı? 1 nömrəli hədəf haradır? Xorasan. Deməli, Şah 1. Abbas 1599-cu ildə Şeybaniləri məğlub edərək hansı ərazini yer alır? Xorasan. Aydındır? Deməli, sual gəlsə ki, Səfəvilər dövlətində 1599-cu illə neçənci ili bənzədə bilərsiniz? 1510, nə oldu 1510-da? Bəli, Mərv döyüşü İsmail Xorasanı almışdı, Məhəmməd Qulabədə itirirdi. Bu aydındır. Deməli, indi buradan qeyd edirik, bax, gəlin alaq bunu. 1514-55 nə idi? 1578-90. İndi Səfəvi Osmanlı müharibəsinin yeni mərhələsi başlayır. Aydındır? Deməli, bu müharibə, bax, 1603-1612-ci illəri əhatə edir. Diqqətlə baxırıq, fikir verin, baxın. Burada qeyd edirik. Görürük bu ərazini, Azərbaycanı. Bax, 1603-cü ildə, fikir verin, aranın, bax, 1603-cü ildə Araz sayını uzadırıq. Buradan, işte Naxçıvan tərəfdən Türkiyəyə tərəf. 1603-cü ildə Şah 1. Abbas haramada etdi. Arazdan cənubu. Yəni, sual gəlsə ki, məsələn, Təbriz deyir, məsələn, deyir, oradan Urmiya tərəfdir. Hamısı nə vaxt oldu? İndi, Türklərin tarixi taktikası nədir? Yox. Turan taktikası altında deyirik, düzdürmü? Burada indi Qarabağ müharibəsini etmişdik. Biz əgər buradan girib, buranı bağlayaraqsa, orta nə olar? Bizim olar alanlar. Abbas da bu xətti götürmək istəyir. Ona görə ilk öncə buradan hara çatar? Bəli, Naxçıvan, Zulfa, Ordubad tərəfə çatar. Aydındır? Bəs orada, yəni, qərb istiqamətində tutsal, sərbi qalan ordu oldu. Mühasirəyə düşürlər. Mühasirəyə düşmüş olsa belə, orada dəstək verib oranı ala bilməzdir, yəni sərdən. Bax, Osmanlı bu tərəfdədir, bu bir. Əhali daha çox Səfəvi əhalisidir, 2. Misal üçün, 2-ci Qarabağ müharibəsində xatırlayırsan, biz orta Ağdam tərəf, Xankəndə oraya heç girmədik. Neynədik? Cəbrayıl istiqamətindən, Şuşa var idi, amma Cəbrayıl istiqamətindən döndük Qubadlıya, Qubadlıdan məqsəd Laçına getmək idi. Laçın istiqamətinə gördülər ki, Laçının o keçidini görürük, içəri təslim oldu. Və içəri də, yəni xüsusi bir şey lazım olmadı da yavaş-yavaş getdi. Yəni istər-istəməz, sən əhatə edirsənsə və əhali səni də yanındadırsa, ora gedirsən. Əhalinin elə bilim, ora Osmanlı. Osmanlı deyil, Azərbaycan əhalisi. Yox, Azərbaycan əhalisi. Deməli, indi nəyə baxırıq? Bir dənə məsələni buradan xüsusi vurğulayaq. Deməli, hələ 16-cı əsrdə Osmanlı ərazisində, Tokatda bir şey var, hərəkat var idi. Bu hərəkat adlanır Cəlalilər Hərəkatı. Və Cəlalilər Hərəkatının 1591-ci ildə Təbriz üsyanı var. İndi bir sual verirəm. 1591-də Təbrizdə Cəlalilərin üsyanı olur. Bu üsyan kimə qarşı olar? Osmanlıya. Axı Təbriz sırada bir şəhərdir.
Amma 1590-da ələ keçir. Ələ keçilir. Yəni biz görürük ki, 1600-ə qədər Təbriz kimin əlindədir? Osmanlı. İndi Osmanlı daxilində Anadolu olub, sonra Təbrizdə. Belə bir üsyan varsa bunu kim istifadə edər? Səfər. Şah 1-ci Abbas öz ordusunda Cəlallərə yer verdi. Bütün ərazinin adı edəndən sonra və neçə bəyləbəylik var idi? 3. İndi bax, qərb tərəfə önəmdirdi. Naxçıvan və İrəvanın birazdan deyəcəm bunu. Xüsusiyyət bəyləbəyliyi quracaq, mərkəz İrəvan. Və o Cəlallərə götürəcək ora ki, ikinci yerəndə onlarla qarşılaşsın. Osmanlı. Bəli. İndi burada nəyə diqqətli oluruq? Deməli, gəldi Naxçıvan, Culfa və xüsusilə hara? Ordubad. Niyə Ordubad'ı xüsusilə buluyoruz? Çünki Ordubad eşitdi ki, Səfəvilər gəlir. Bax, Ömər, sənin sualına cavab. Səfəvilər gəlməmişdən qabaq Osmanlı, Ordubadlılar üsyan qaldırıb kimin tərəfinə keçir? Səfəvilər. Üsyan qaldırıb Səfəvərin tərəfinə keçəndə Şah 1-ci Abbas bunları neyir? Verəcəm, aldı edir. Eyni zamanda Şah 1-ci Abbasın dövrü Ordubadda nə var? Qeysəri nə deməkdir? Üstü bağlı bazar. İndi sual gəlsə ki, 15-ci əsr Təbriz, 17-ci əsrin əvvəli Ordubad, oxşanlıq Qeysəriyyə bazar. Bax, bunu yadda saxlayırıq və qarışdırmırıq. Aydın nə? Ana, növbəti. İndi bu kitabdan çıxarılan hissə var. Burada İrəvanı tutur. Osmanlı qoşununda, bax, bu tərəf kimdir? Osmanlı. Osmanlı gəlir. Osmanlı gəldiyi zaman Şah 1-ci Abbas yenə hansı siyasət? Səfəvilərin. Ay sağ ol. Şah 1-ci Abbas yandıra hara doğru çəkilir? Təbrizə. Əsas istehkamla. Və 1605-ci ildə 1585 döyüşünün qisasını alır. Hansı döyüşdür 1585? Bəli. Bax, tarixdə buna deyirlər ikinci Sufiyan döyüşü. Və ikinci Sufiyan döyüşünə görə Osmanlılar məğlub edilir. Və 1600 demək olar ki, 6-7-ci illərdə, məsələn 1606 bunu mədəniyyətdə görəcəyik. Gəncə alınanda Gəncədə Şah Abbas məscidi var, gedən varsa Gəncəyə. 1606-1607-ci illərdə yerdə qalan Azərbaycan adı edilir və 1612-ci illərdə tərəflər arasında ikinci İstanbul sülhü. Bunu digər adı ilə Sərab olaraq da görə bilərsiniz. Müqavilə imzalanır. Və bu müqaviləyə görə Sərab-Osmanlı müharibəsinin birinci mərhələsi hansı sülhlə bitmişdir? Amasya. Deməli, bu müqaviləyə görə hansı sülh bərpa olunur? Amasya. Burada bir dənə sadəcə kiçik bir fərq var. Nədir? Yoxdur. Ərəbləri yerlər. Bütün sülhlərdə Ərəblər Osmanlıdır. Bax, burada məsələ nə var? Azərbaycanın şimalında kim var? Bax, burada Azərbaycanın şimal nöqtəsi, deyək ki, biraz şey oldu, burada bir çay var, Terek çayı. Ruslar artıq gəlib, Terek çayı sahilində qalalar düşürdülər. Bu, bax, Osmanlı da bu tərəfdən, Kırım Osmanlı'nın əlindədir. Yəni, Osmanlı bu tərəfdən kimdən müharibədədir? Yəni, rəqibdir. Ona görə Osmanlı Sultanı deyir ki, bax, bu cümləmə diqqətli olun. Əgər Sultan qərar verərsə ki, Terek sahilindəki qalalar dağıdılacaq, buna Şah etiraz etməməlidir. Deməli, Amasya sülhündən bir dənə fərqi oldu. Söhbət nə gedir? Rus qalalarını kim deyə bilər ki, dağıdır? Şah deyər Sultan. Sultan deyənlər nə qədər tuturur? Osmanlı. Osmanlı Sultanı deyərsə dağıdın, kimə etiraz etməməlidir? Şah, yəni Səbəbi Şah'a etiraz Abbas etməməlidir. Bu aydındır? Aha. Deməli, Şah 1-ci Abbas ərazimizin böyük bir hissəsini götürdü. Deməli, yenə bir-birinə qarşılıqlı hücumlar var idi. Bunları qısa olaraq deyək, sonra üstünə deyəcək. Deməli, 1616-1618-ci illərdə yenə bir müharibə var. Bu müharibədə xüsusilə Kırım türklərinin iştirakı 1618-ci ildə bir döyüş var. Döyüşün adı Sınıq Körpü. Buna qeyd edilir Kırım türkləri. Və 1618-ci ildə növbəti müqavilə bağlanılır. Bu müqavilənin adı Mərd. Bax, diqqətli oluruq. Amasya, yəni hansı müqavilə bərpa olunur? İstanbul. Bax, 2-ci İstanbul. Deməli, 2-ci İstanbul müqaviləsində, deməli, 2-ci Osmanlı Sultanı, 2-ci Osmanlı Sultanı. 1621-də, 22-də Osman vəfat edir. Və Şah 1-ci Abbas deyir ki,
mən Osmana söz vermişəm və hücum edib, burada bir dənə deyirik, bəli, Ərəb İraqı. Deməli, bax, bu ərazi, buranı yazırıq belə, Ərəb İraqı və deməli, Ərəb İraqı ayraq bu isə 1622-1623-cü illərdə bax, haralar Kərbala, Nəcəf, Mosul, Bağdad olmaqla Şah 1-ci Abbas haranı ələ keçirir? Ərəb İraqı. Ərəb İraqı dediyimiz İraq iki cürdür. Bax, burada belə deyəsən, indiki bildiyimiz İraq varmı? O İraqı ərəblərin yaşadığı İraq deyirlər. Amma deyirlər ki, indiki İranın qərbi də İraqdır. Və onlar o farslara xüsusilə yad mənasında əcəm deyirlər. Ona görə bu tərəfi də əcəm yurdu. Bu tərəfə əcəm İraqı deyirlər, tarixən. O tərəfə, indiki ərəblərin yaşadığı İraq tərəfə ərəb İraqı deyirlər. Üçüncü məqsəd nə qaldı? Hörmüz boğazı. İndi Hörmüz boğazında rəqib kimdir? Portuqaliya. Bax. Portuqaliya dünyada ilk, yəni necə? Dənizlərdə üzən gəmisi. İndi sən gəmi ilə mübarizə aparırsansa, sənin ya yaxşı gəmin olmalıdır, ya da gəmisi olan dostun olmalıdır. Düzdürmü məntiqlə? İsmail Abbas başlayır Avropada danışıqlar aparmağa. Hollandiya, Fransa, məsələn, İspaniya, Portuqaliyanın rəqibidir. Oradan nədir, İspan kralı kimi deyir ki, mən də kömək edəcəm. Amma Abbas net addımını bəli, kimlə? İngiltərə. Deməli, 1621-ci ildə İngilislərlə sülh və əbədi dostluq müqaviləsini imzalayır. Və nəhayət 1622-ci ildə Hörmüz də Portuqaliyalılardan azad edilir.